Həqiqətən məhəbbət, sən halal olsun. Sən halal olsun ki, məhəbbət, sən 11 ay eləmədiyin maşinlikliyi qalma... Yox, cahili demək istəyirəm. Amma o bir ay ki, gəlib oruç tutursan ha. Mən məhtələm də. Məhəbbət, sən ki, o ambarlarda olmasa da mış görmüsən də. Bax, hansı deşiyə baxırdım, ambarmış kimi çıxırdım qabaq. Yox. Zəhmətçi ambarmış. Yəni zəhmət çəkin, əziyyət çəkin, biz keçirək puluna görə də eləmədin əziyyətlər qalmır. Həqiqətən sənə halal olsun. Bax belə gəl mən sizə həmişə iftar qonaqlığını verim. Məhəbbət, yaxşı. Çox sağ ol, çox sağ ol. Bir də üzr istəyirəm məhəbbət. Alo. O hə, Hə, nə varsan hə? yemək yeyirəm. O hələ iftara yarım saat qalıb məhəbbət. Yarım saat qalıb, 1 saat qalıb eşimə dəxli yoxdur. Başa düşdün? Bir də ki, əsas niyyətdir. Cindəki niyyət. O hə, nə niyyətə ki? Hə, 3 gündür mən başımı xarab eləmirsən ki, ay mən oruç tuturam, mənə iftar qonağı ver. Utanmırsan məhəbbət. Utansın sənin kimlər. Bax sən kimlərdir be? 11 ay 1000 hoqqadan çıxıb 1000 dənə günah ellər, sonra axırda fikirləşəcək ki, yox Ramazan gəlir, 2 dənə kasıb doyduracaq, günahımı yerim. Elə şey yoxdur. Kasıbı doydurmaq üçün Ramazanın iftar gözləmək lazımdır. Kasıbı kişi kimi həmişə doydurmaq lazımdır. Çünki kasıb imkanlı adamlara əmanətdir. Yeməli ye.